Salam, əlbəttiniz xeyir olsun. Dərs 2 söz yarazı mövzusunu izahına başlayıq. Sol profildən daha yaxşı düşün. Deməli, söz yarazığında birinci, en köklü sözlərə toxunacaq. Yeriqan hissələr, şəkil sanma bağlı məlumatlar kitab üzərində vermiş olacağım öz dərsliyindən. Amma en köklü sözlər burada lazım olan məlumatlar. En köklü sözlərlə bağlı toxunacağım birinci məqam ondan ibarətdir ki, həm eyni, həm də fərqli hissəsini yarana bilər. En köklü sözlər həm eyni, həm fərqli hissəsini yarana bilər. Fərqli hissəsini yarana bilər. Yaranır. En köklü sözlər həm eyni, həm fərqli hissəsi ola bilir. Həm eyni, həm fərqli hissəsi ola bilir. Nitq hissəsi ola bilir. Ola bilir. Kökləri mütləq eyni hissəsi olmalıdır. Kökləri eyni hissəsi olmalıdır. Eynin hissəsi. Nə demək istəyirəm? Baxın yoldaşlar, en köklü də birinci şərti bu qaydanı saxlayın. İndi ayrı qaydanı saxlayın, sonra qaydalar var. En köklərdə şərt tələb olunan məqamlardan ibarətdir. Birinci məqam ondan ibarətdir ki, söz düzəltmə olmalıdır. Yəni sən sadə və mürəkkəb sözlərdə en köklü axtara bilməzsən. Sadəni onu tuta bilirik. Məsələn, götürək ki, burada kitab sözü verildi. Kitab sözünə bağlı savun. Kitab sözünə bağlı sən en köklü axtara bilməzsən. Sadə sözdür, en köklü ola bilməz. Söz mütləq şəkildə düzəltmə olmalıdır. Mürəkkəb də səni çaşdıra bilər. Məsələn, götürək ki, Dəvət Abanın sözündən deyər ki, hər hansısa bir söz en köklüdür, götürə bilmərsən. Çünki bu mürəkkəb sözdür deyə cəlb edə bilmirsən. Deməli, en köklü sözün əsas qaydası ondan ibarət olur ki, söz mütləq düzəltmə olmalıdır və eyni zamanda düzəltmə olunan məqamda şəkilçinin artırılmasına fərqi yoxdur. Yəni, kökdən sonra da artırıla bilər, önə də artırıla bilər, fərqi yoxdur. Yenə də sən bunu eyni kökü götürə bilərsən. Məsələn, təmizlik sözündə təmiz sözün kökü leksik şəkilçisi sona artırılır, natəmizdə önə artırılır. Yenə də fərqi yoxdur, sən bunu eyni kökü götürə bilərsən. Şəkilçinin harada gəlməsinin bir fərqi yoxdur. Əsas odur ki, leksik şəkilçisi olsun və kök eyni olsun. İkinci qayda odur ki, kökü eyni hissəsi olmaqla yanaşı, eyni məna bildirməlidir. Mənası da eyni olmalıdır. Yəni, onda bir nəticə gələrsən ki, en köklü sözlərin kökləri homonim ola bilər, amma bir-birinə qarşı homonim olmur. Nə demək istəyirəm? Bax, üçüncü qaydanı deyirəm ki, en köklü sözlərin kökləri eyni ola bilər, amma bir-birinə qarşı, daha doğrusu kökləri homonim ola bilər, amma bir-birinə qarşı homonim olmur. Kökləri homonim olar, amma bir-birinə qarşı homonim olmur. Bir-birinə qarşı homonim olmur. Qarşı, x qoyaq. Nəysə. Deməli, canım, bax, nümunə olaraq yoxlayaq ki, deyirik ki, kök eyni hissəsi olmalıdır. Düzülmək sözündən, sən düzəlmək sözünü təbii ki, eyni kökü götürə bilmərsən. Niyə? Çünki düzülmək sözündə sözün kökü düz feildir, amma düzəlmək sözündə sözün kökü düz sifətidir. Köklərin fərqli hissəsi olduğuna görə sən bunları eyni kökü götürə bilmərsən. Bu rahat qaydadır. Keçək digər məsələ, köklərin mənaları eyni olmalıdır. Məsələn, baxın, bağban sözündən, bağlı sözünü deyirəm, bağlı, qapısı bağlı mənasında. Bağ sözünün kökü bağ leksik, bağ sözünün kökü lo leksik. Hər ikisində kökü bağdır, isimdir və hər ikisində leksik şəkilçisi var. Amma kökün mənası bağ sözü ağaçların bitdiyi bağ mənasındadır, ağaçların bitdiyi bağ. Amma bağlı sözündə ip mənasında, qapısı bağlı mənasında. Köklərin mənaları fərqli olduğuna görə homonim götürə bilmirsən. Amma indi bir şey deyim sizə. Deməli, bax, burada bağ sözləri... İndi o vəziyyətini deyəcəm, burada ip mənasındadır. Burada köklərin mənaları, köklərin homonimdir və bir-birinə qarşı homonim təşkil edir. Buradakı ağac mənasındadır, burada da ip mənasındadır. Bir-birinə qarşı homonimlik təşkil etdiyinə görə sən bunu eyni kökü götürə bilməlidir. Amma fərqi yoxdur, yəni kökləri homonim ola bilər, nə demək istəyirəm. Amma əsas odur ki, bir-birinə qarşı homonim yaratmasın. Bağban sözündən bağça sözündə, deməli, hər ikisində bağ sözünün kökü leksik şəkilçisi var. Bağ ağaçların bitdiyi bağdır, burada da ağaçların bitdiyi bağdır, bağça sözündə, elə deyilmi? Kökləri homonimdir, bağ sözləri aləti homonimdir. Amma bir-birinə qarşı homonimlik deyil ki, çünki hər ikisində eyni məna ifadə edirdi. Amma burada bir-birinə qarşı homonim idi, çünki fərqli məna ifadə edirdi. Birində ağac mənasındaydı, birində ip mənasındaydı. Nəticə etibarına belə nəticə gəldi ki, eyni köklü kökləri homonim olsa da bir-birinə qarşı homonimi yaratmamalıdır. Şərtimiz budur. Keçək, indi ayətəsinin dediyi məsələ. Buyur. Orada bağban yazıda bağlı yazı. Biz orada bağlı nə bilək ki, bağlı. Hə, indi onu deyəcəm. Bax, indi suallar necə tərtib olunur? Keçənin miqin yox, ondan əvvəlkidə miqin qəbuluna düşən sual. Yazır ki, aşağıdakı variantların birində eyni köklü baxımından digərlərini fərqlənir. Məsələn, bax, götürək ki, yazıb A variantı. Şərt də budur ki, eyni köklü baxımından bir digərlərindən fərqlənir. A variantında yazıb ki, evlər, məsələn, evdən, biz deyirəm evdir.
A variantı belə yazılır. B variantı yazıb ki, məsələn, evcik, evsiz, bir də evlən yazıb. Evlən. Məsələn, C variantı yazıb ki, deməli, düzdür, düzdülər. D variantı verib ki, natəmiz, təmizlik, bir də təmizdə. E variantı verib ki, bağban, bağça, bağlı. Yazır ki, şərtdə, enköçlük baxımından biri digərlərinə fərqlənir. Cavab nə götürməlisən? E variantı, səbəb nədir? Evlər, evdən və evdir sözündə hamısında qrammatik şəkilsidir. Bunlar enköçlü deyil ki. Yəni, dəqiq olaraq hökm şəkildə dedin ki, bunlar enköçlü deyil. Evcikdə tic leksik, siz leksik, lən leksik. Enköçlüdür mü? Dəqiq dedin ki, hökm şəkildə dedin ki, enköçlüdür. Düzdür, qrammatik şəkilsi var. Yəni, sadə sözdür deyil, enköçlü deyil ki. Xeyr. Bunlar enköçlüdür mü? Təmiz sözün kökü nar leksik şəkilsi, leksik, lən leksik, elə deyil mi? Dəqiq dedin ki, enköçlüdür. Yəni, A, B, C və D variantında enköçlü olub-olmamasından bağlı dəqiq hökm irəli sürə bildin. Amma E variantında dəqiq hökm irəli sürə bilmirsən. Niyə? Bağban və bağça sözləri dəqiq enköçlüdür. Amma bağlı sözü qapısı bağlı mənasında düşünsən enköçlü deyil, bağçalı bağlı mənasında düşünsən enköçlüdür. Yəni bu tipi suala salınır. Qabaqcılıq belə sualasın. Əgər bir sözdə iki dənə leksik şəkilsi dalbadal olanda birinciyə baxıqmı, ikinciyə baxıqmı? Necə yəni yaranması yoxsa? Kökdə deyir ki, kəndi. Misal üçün, bağban, bağça, bağlı, bağdaşlıq olsun. Bağdaşlıq, aha. Hə. İkinci şəkilsi elə bir feil düzəldən olsun, birinci isim düzəldən olsun. Ha, yox, birinciyə baxırsan, enköçlü olub, ha. Kökü artırılana baxırsan. Məsələn, bax, götürək, düz, dür, ül, mərk. Belə bir şey. Məsələn deyirəm, götürək ki, atıram. Burada ül şəkilsi yox, əl şəkilsi, düzdürülənmək, belə bir şey yazıram, atıram. Burada əl şəkilsinə baxmalı deyilsən, sən dıra baxmalısan ki, dır feil artırılır. Deməli, bunun sözün kökü feil imiş, yəni əl şəkilsinə baxmalı deyilsən, birinci şəkilsi. Keçdik, yəni bu qaydanı bildik. İndi keçək, enköçlərlə bağlı əsas qayda. Enköçlü sözlər həm eyni, həm də fərqli hissəsini yarana bilir. Bax. Bağban sözündə bağ hansı hissəsidir? İsim. Bağça sözün hansı hissəsidir? Yenə isim. Neynədir? Enköçlüdür və ikisi də neynədir? Eyni isimdən, yəni eyni hissəsindən yarandı. Fərqli hissəsindən yaranır. Bax. Sizlik sözü də evlən sözü. Hər ikisinin leksik şəkilsi varmı? Eləmi? Enköçlüdür. Evlənmək sözü nədən yaranır? Ev ismindən. Evsizlik sözü nədən yaranır? Evsiz sifətindən. Deməli, həm eyni hissəsindən yaranır, həm fərqli hissəsindən yaranır. Bax, buna diqqət etmək lazımdır. Enköçlü sözlər həm eyni hissəsi ola bilər, həm də fərqli hissəsi ola bilər. Bağban hansı hissəsidir? Bağban, isim. Bağça hansı hissəsidir? İsim. Eyni hissəsi oldu. Evsizlik hansı hissəsidir? Sifət. Bir isim. Evlan hansı hissəsidir? Feil. Deməli, enköçlü sözlər həm eyni hissəsindən, həm fərqli hissəsindən yana bilər. Enköçlü sözlərin özləri həm eyni, həm fərqli hissəsi ola bilər. Əsas odur ki, köçlər eyni hissəsi olsun. Buraya da bir problemimiz yoxdur ki. Enköçlü sözlərlə lazım olan məqamlara toxunduq. Məsələn, Elton Mənim testinin yaşı üzrü testi qəşəng sual var ki, yazır ki, başlanğıc formada olmayan, daha doğrusu başlanğıc formada olmayan yara isminin hansı sözdən enköçlü yarada bilər? Başlanğıc formada olan yara ismi, yara sözü aqrammatikdir. Aha, sadə sözdür. Deməli, heç bir sözdən enköçlü yarada bilməz. Qəşəng sual. Sizin müştəriniz. Yara ismi başlanğıc formada olan. Olmayan. Aqrammatik olaraq başlanğıc formada olmur. Başlanğıc formada olan deyərsə olsa, başqa sözlərini götürə bilərdir. Bəs yara kökü ilə elə özü yara olanda? Kök mənasında yara. O da yenə sadə söz olur. Yəni, yaramaq feili olacaq, o da sadə söz olacaq, yenə də enköçlü yarada bilməyəcək. Enköçlülərlə bağlı toxunacağımız məqam budur. Keçən növbəti şəkilsizlərlə bağlı. Söz eyni şəkilsizdən yaranıb, yaranmayıb, bununla bağlı suallar. Bax, qoruq, bir də ağ şəkilsi, parlaq. Sözün kökü partiyyalar, sözün kökü parlaqdır. Parlaq sözün kökü qıyıqlı eksik, qoruq sözün kökü qıyıqlı eksik. Niyə biz onu təmiz sözünü götürəmirik? Necə? Yox. Parlaq sözün köküdür. Deməli, qoruq sözündə qış şəkilsi, burada da qış şəkilsidir. İndi sual verilir ki, söz eyni şəkilsindən yaranıb, yaranmayıb. Əslində ikisində də eynidir, dəqiqdir. Amma qoruq sözündə ıq şəkilsidir, parlaq sözündə ağ şəkilsidir. Səbəbi odur ki, sözün sonunun sahitinə baxırsan, qapalı sahitdirsə, ona artılan şəkilsi qapalıdır, açıq sahitdirsə, artılan şəkilsi açıq sahitdir. Bunu bilir. Mən də parılda da kök götürmüşəm. Parılda da Hani kök. bir istisna var dediniz. Ondan həqiqət ki,
Al, əl çəkilisi. Hə, deməli, məsələn, dirilmək sözü istinad təşkil edir ki, dirilməkdə diri sözün köküdür. Normalda buna artılan şəkilsi olmalı, ır şəkilsi olmalıdır. Amma sifətdən feil yaradan ır şəkilsi olmadığına görə oradakı A şəkilsidir, bu istinad təşkil edir. İndi bunlarla bağlı istinad məqamlarının hamısına toxunmuş olacaq. Keçək, necə? Onlar hamısına toxunacaq. Keçək indi bir dənə yeni kökü sözlərlə bağlı məqamlar izahla. Oradan bura görsən elə. Yox. Yox, belə görürəm. Belə görsən mən su içmə görə. Ekran bulanıq düşmür. Oradan. Aydın düşürüyorlar yoksa? Normal. Ha, bunların hamısını izahını verdim. Burada toxunmazda elə bir şey qalmadı. Bir də o tipli sözlər var ki, eyni köklü olub olmama baxımına yaxşı bunu gördüm, yadıma düşmüşdən deyim. Bax, cırıldıq və cırılda sözlərində, diqqətsiz burada olsun yoldaşdır. Bax, cırıldıq və cırılda sözlərində eyni köklü olub olmama məsələsi. Hər ikisində təqlidi sözü, sözün çünki cır sözündə ılıq leksik, cır sözün kökü ılıqla leksik, əslində təqlid deyil. Cırılda sözündə elədir, cırılıq sözü elə deyil. Deməli, bax, bunlarda hər ikisində sözün kökü cırdı, hər ikisində də deməli eyni hissəsidir. Amma eyni köklü deyil, səbəb nədir? Cırılıq sözündə cır hansı mənasındadır? Balaca. Cırılda söz nədir? Səs mənasında. Köklərin mənaları fərqlidir, deməli eyni köklü deyil. Və yaxud sayğas və sayılı sözündə. Ilıq şəkilçisi nəyə artılır? Arlara. Qaz şəkilçisi artılır? Feyla, burğaz, sayğas. Deməli, köklər fərqli hissəsi olduğuna görə eyni köklü söz üçün götürə bilməyəcəksən. Keçək, nəyə? Əslində dedik ki, homonim olursa, onda köklər indi fərqlənir. Yüzü. Homongiliyə bərabər ola bilir. Hatta burada bir-birinə qarşı homonim deyə götürə bilmirsən. Cırılıq və cırılda sözdə bir-birinə qarşı homonim deyə. Sonra eksik şəkilsi. Bir də bu tipli suallar var. Məsələn, çoxdan və güldən tipli sözlərdə eyni şəkilsidən istifadə olunub, yoxsa olunmuyor. Çoxdan sözdə dan şəkilsi iki variantıdır. Yəni, zaman zərf yaradında iki variantıdır. Amma isim yaradında dan şəkilsi bir variantıdır. Deməli, eyni şəkilsidən istifadə olunmuyor. Tezdə düşür. Çərçəzi sözündə iş şəkilsi 4 variantıdır. Milli sözümüzü artıranda. Elmi sözündə bir variantıdır, İV şəkilsidir. Yəni, milli alma olma məsələsi var. Qoruq yazı sözlərini dedik. Bir də qorxutmaq, dadama tipli sözlərə toxunacam. Dış şəkilsində leksik olma məsələsi. Və ləncitmə sözündə lənc sözünün kökü leksik, ləncdə ləncimək feili var. Feildən də feil yaradan tır şəkilsisi var. Amma qorxutma sözündə qorxu sözünün kökü qorxudan qorxu isim yaranan düzdür. Amma qorxu isimlə feil yaradan tır şəkilsi olmadığına görə isimlə feil yaradan qorxutma sözü bir yerdə leksik şəkilsi əsasında. Buna toxunmuşuq, bunu bilirik. Dadanmaq tipli sözlərdə sözün kökü hansının hissəsidir deyə sual salır. Dadanmaq sözünün çünki dadmaq feil deyil. An şəkilsi adlardan feil yaradır. Məsələn, güc feilinə ən şəkilsi alsın, gücənmək, dadanmaq, gücənmək, hıqqanmaq. Deməli, onda dadanmaq sözü da sözü isimdir, isimdən feil yaradır. Tekstlərdə qabağınıza çıxır. Dır şəkilsinin leksik olma məqam bilirsizdə, özündən sonra minkər şəkilsi artırsızsa leksikdir, artırmışsızsa qrammatikdir. Bunu dedik. Sonra burada şəkilsizlərin içərisində vacib şəkilsizlər var, onlara toxunmalıyam. Deməli, bir dəqiqə. Bunlara kitabdan ümumiyyətlə baxacağınız sözlərdir. Mən ıq şəkilsizlə bağlı məqama toxunuram. Testlərdə ad seçmək istəməm, müəllimin birində ıq şəkilsizin yalnız adlardan feil yaradan kimi verib. Amma yəni ıq şəkilsi feildən də feil yarada bilər. İsimdən feil yaradır. Məsələn, yol sözünə ıq şəkilsi alsan yoluxmaq. Və yoluxmaq sözü sadə ola bilər, düzəltmə də ola bilər. Yoluxmaq sözü əgər xəstəliyə yoluxmaq mənasını ifadə edirsə sadə sözdür. Belə üzr istəyirəm, düzəltmə sözdür. Yol sözünün üçü ıq leksik. Amma xəstəyə baş çəkmək, xəstəyə yoluxdum, xəstəyə baş çəkdim, onda sadə sözdür. Darıxma sifətini yaratdı, yəni saydığında yarada bilər, feildən də yarada bilər, bir də zərfdən. Eyni zamanda feildən, çey feilinə iş şəkilsi alsan, çeymək yaradırsan.
geymə feilinin iş şəkilçisi və yaxud da ki, sınmaq feilinin iş şəkilçisi atsan, sınıqmaq yazılsın. Deyir, o sınıb, arıqlayıb yəni mənasında. O sınıqıb, arıqlayıb, onların iş şəkilçisi. Sonra, deməli, Baş çəkməyin mənasında baş çəkmək sadədir. Yəni, mən getdim xəstəyə baş çəkdim, xəstəni ziyarət etdim, orada yoluxması mənasında işlədir. yoxlamaq deyil. Yox, yoluxmaqdır. Yoxlamanı elə bir sonraki kimi işlədilmiş olur. Hə, deməli, bu şəkilçilərə baxmaq lazımdır. Yəni, dardır, ızdır şəkilçisidir. Buradan ızdır şəkilçisinin parçalanma vəziyyəti var. Bax, məsələn, çimizli sözündə çimizdir. Çimizmə feili yoxdur, eləmi? Çimizmə feili yoxdur deyə izdirib yerini götürürsən. Amma yatızma feili var, onu yatızdırdı. Yatızma feili var deyə ızvadır şəkilçisini parçalayırsan. Xaladı da eyni vəziyyətdir. Vakotiv yazınızda mı? Vakotivlərdə işləmək, yəni heyvan səsləri. Yatızdırdı, yatız sordu. Yatızma sözü var. İçinizdə. Bəli, isilmə sözü var. Sonra daş ki, dedik bunun. Burada muş keçmiş, ölmüş muş şəkilçisi. Deməli, latilər şəkilçisi var. Yüngüllər, aydınlar şəkilçisi. Yəni, baxın, nə demək istəyəm ayrılışır. Əcəl şəkilçisi var. Testdə hansı testdə, MİQ-in qəbulunda olsun, ən ağır sınaqlar olsun, qabağınıza çıxa biləcək bütün şəkilçilər burada var. Məsələn, cah şəkilçisi var, orduca. Məsələn, sabahçı gün, Çox qəşəng. pis mən də demirəm, amma bunu sən başa düşün. Sabahçı gün, məsələn, gəlib deyir ki, orduca sözü düzəltməlidir. Bax, 31-ci qaydaya cah şəkilçisi var, orada sözülmüş ki, cah eksikdir. Bunları əzbərləmək lazımdır. Qabağınıza çıxacaq bütün şəkilçilər. Bunları deməyə ehtiyac yoxdur. Baksiyon sözü düzəltməlidir, yol şəkilçisi var. Hamısını demirlər ki, vermişəm. Nıyısı samiti bitişli samitdir. Bu da bitişli samit olarlar. Suvarma sözündə bitişli samit verilə bilər. Sonra şıda araşdırmaq sözündə əslində bunlara ehtiyac yoxdur. Yəni, deyiləcək bir şey yoxdur bunlarla bağlı. Lazım olan məqamları hamısı izahı verilib. Növbətlər isə bunlar götürəcək.